bax mətbəxə düşünün ki, dəhlizdən gəldik, əlimizdə dolu veşlərimiz var da, evə bazarlıq eləmişik. Bunu qoymaq üçün bir masamız olmalıdır. Soyuducumuz olmalıdır. Məhsulları neynədir? Yuduq, yığdıq soyuducuya. Sonra keçirib bişirmə prosesinə. Soyuducudan götürdük. Məhsulu yuduq, bişirdik. Ümumiyyətlə elektrik peçi ilə və ya qazla deyim də, yuma çanağının arasındakı məsafə ən böyük məsafə olmalıdır. Yudum, bəli. Bax, ən ideal iş görmə alanı oradır. Və soyuducu, yuma çanağı və qaz plitəsinin arasındakı məsafəni 6-9 addımdan çox olursa, Bermud üçbucağı da deyək. eyni ilə. Düz xətt üzrə də ola bilər bu arada. O 6-9 addımdan çox olursa yorulma olur. Səbəbi bilinməyən yorğunluqdur bu.